ve navmuhu. Dünya əhlinin də bir işi çox yatmaq, çox yatan dünya əhli. Burada iki cür yuxu var. İki cür yuxu var. Bir var maddi yuxu, bir var mənəvi yuxu. Maddi yuxu nədir, mənəvi yuxu nədir? Dünya əhli çox yatar. Gəl bunu belə xəzralıyam. Bir kişi bayırda qar yağır. Piltə qar yağır, bayırda da 40 dərəcə soyuq. Gəlmisən, girmisən evə. Gəlib girmisən evə, yatmaq istəyirsən də hələ havada adam yatar da, yuxu gəlib sənə. Hindi balışın qu tükündən, döşəgün qaz tükündən, yorğanın induşqa tükündən. Hələ yorğan döşəkdən adam durar, haya, yuxusu olmayanı soğsan onu 2 dəqiqə yatar. Hindi bu bayırda soyuq 40 dərəcə maroz, piltə qar, gəlmisən qu tükündən balış, qaz tükündən döşək, induşqa tükündən yorğan, girmisən, mışıl yatırsan, hələ sağa tərpənirsən, qaça tərir səni, sonra tərpənirsən, qaça tərir səni. Dayı nəyini beşiği lazım görür ki sənə, hələ tük yerlədir də sən, yatmısan. Birdən bir dənə zıvanok vuruldu, qapın dögülür, uşaq gəlir qlazokdan baxır. Uşaq gəlir qlazokdan baxır, görür 5-ci mərtəbədə olan Əhməd dayı. Gəlir deyir, ayata, ata gözünə asır, deyir, hə, nə var? Ayata, Əhməd dayı gəlir, deyir. Hansı Əhməddir o? Bu 5 mərtəbədə olan da Əhməd dayı. Bu da hardan gəldi? Durur. Dayı, indi 20% bu yuxudan durur, 80% fikri yorğanda şeyin yanındadır da. Yuxu aparır onu yatmağa. Gəlir qlazokdan baxır. Görür Əhməddir yanıb, əli ətəgindən uzun. Bu qlazokdan baxanda, Əhmədi görəndə, Əhməd görür ki, ya bu qlazokdan baxır ona yox. Çəkilir, deyir, əşi rəqdələ getsin, üzün istəyirəm sizdən, deyinən yoxdur papam evdə. Ne üçün? Bunun 80% fikri dikili o yorğan döşəkdədir də. Gəlir, girir yorğan döşəyinə, çəkir yorğanı başına, hələ giyən kimi yatır. Bu da gəlir, deyir ki, atam yoxdur. Bu da deyirən yoxdur da çıxır gedir. Səhər buydurur, axşam əl-üzün yuyur, səhər qapıdan çıxanda görür Əhməd düşür 5-ci mərtəbədən. Ay Əhməd, salam əleykum, əleykumussalam, öpüşürlər, görüşürlər. Bu indi özünü hələ aparır ki, güya dünən bu Əhmədə qlazokdan baxmır. Əhməd də yazığı nə bilsin buna, qlazokdan bu baxır. Adı bu bilir, içində qalıb deyə də bilmir. Deyir necəsən, Əhməd deyir ki, indi gözləyir və görsün nə deyəcək. Əhməd deyir, arkadaş, haradaydın dünən? Gəlmişdim, xeyr olsun gəlmişdim. İşlər var, iş qoyur ki, hələ bir parça ruzumuzun qalıcan gedirik, 5 manat, 3 manat kasıbçılığımızı çəkirik. Dey zalıma, dünən gəlmişdim səhəcin, artımda 20.000 dollar xeyir var idi. Dedim, gedər ki, 10.000 qazanarız, sabiri getirdim, getdim. Deyir, 20 deyir, daha getdik, sabirlə bölüşdürdük də, daha gəlmişdim, qapımı dövdüm də, daha səni açmadın, mən neyniyim sənin üçün? İndi bu deyə bilmir də, mən sana qlazokdan baxdım, axı, qalır içində. Deyə bilmir etmə, Əhməd deyir, daha gənə var, deyir, daha şansələ bir kələm olar da. İçində qalır, patlayır. İndi bax, qardeş, gəlmişəm, qəflət yuxusunda olanların qapısını dökürəm. Hamısı burada baxır mənə qlazokdan, içərdən. Hərəsi bir fikirdədir. Heç kimi mən görmürəm, ancaq burada hamısı içində mənə görür. Qlazokdan baxırsın. Bana gəlmişəm qapımıza, dökürəm qapımızı. Gəl, gedirik, qazanc var. Qiyamətdə qazanc var. Kim hay verir? Xoş halına. Kim hay vermir, gedir yatır yorğan döşəyində. Hansı yorğan döşəydə? Dünya eşq işlətinin yorğan döşəyində. Qiyamətdə çıxacaqsan mənlə üzböz. Deyəcəm, qardeşim, dərmişdim, dögürdüm, səni yuxa aparmışdı. Mən neynim sənin üçün? Dahi sənin içində qalacaq, deyə bilməyəcəksən, mən sənə qlazokdan baxırdım. Necə ki, Əhmədə deyə bilmir. Sən də mənə deyə bilməyəcəksən. Bax, dögürəm qapıvı, ayılı cinə.
bax qılazokdan nəticə getir. Görgünən ki, ya, bu yorğan döşək sənin nə qədər yatızdırır. Bax, qəflət yuxusu budur. Girmisən qəflət yuxusu. O yorğan döşək aparıb səni, dünyanın mana aparıb səni. Biri balışundur, biri yorğanundur, biri döşəgündür ki, mürgü vurur sən. Ayıl günə, qapımı dökürəm. Sonra buyurdu, ya Əhməd, ey Əhməd, qalilur rıza, dünya əhlinin razılığı Allah'tan az olar. Nə qədər ruzusu olar, hələ digər mənimdir. Hələ digər mənimdir, hələ digər mənimdir. Mən yiyim, məndən başqası yeməsin. Qəslanun an itaət edir. O itaətində tənbəl olar, itaət eləməz. Deyərək ki, bunun başı xarab olur. Necə namaz qılmaq? Adamın ürəyi təmiz olsun. Kişi oğlu, dananın da ürəyi var. Dana düşsün mənim ürəyim təmizdir. O ürək ki, səndə var. O heyvanda da var. Ancaq Allah heyvana verməyən bir lütfüdür ki, öz lütfündən ehsan eləyib sənə heyvanı verməyib. Ne üçün verməyib? Çünki səndə ürəyin hicabı var. O ürəyin hicabı qəlbdir. O qəlbin hicabı var ki, o qəlbin hicabı könüldür. O könlündə hicabı var. Ər-Rəd surəsinin 28-ci ayətində. Ya eyyuhəl-ləzinə āmenū. İnnellezine tetma'innu kulubikum bizikrillah. Ey iman getirenler, şübhə eləməyin ki, o kəsləri ki, o kəslərin qəlbi aram tapar, sakitləşər Allahın zikri ilə. Deməli, könlündə hicabı Qur'andır. Qur'anın içində olan ayələr dolar. Əməluhu bəğidun. Onun əməli ondan çox uzaqdadır. وَعَجَلُهُ قَرِيبٌ. Onun arzuları uzaqdır. Arzulayar ki, sabahları 5 ildən sonra oğlumu evləndirəcəyəm, belə ev tikəcəyəm, belə maşın alacağım, filan alacağım, 5 məkan alacağım. Ancaq anlamır ki, heç bilmir bir dəqiqədən sonra bunun başına nə gəlir. Arzuları deyir uzaqdır, ancaq onun ölümü ona çox yaxındır. Onun arzuları ondan uzaq olduğu üçün, onun ölümü ona yaxın olduğu üçün bu dünyaya sən necə bel bağlamısan? Allah deyir, bayağı Peyğəmbər, belə bir kimsəyə mən mətəl qalmışam. La yusahibihu nəfsuhu. Deyir, o insan öz əməlinə, öz nəfsinə, öz işlərinə hesab kitab verməz. Axşam səhər açılar, axşama qədər, axşam gələndə, evə girəndə fikirləşməz ki, görən mən bugün nə kəsb eləmişəm, görən mən bugün kimin xətrinə deyilmişəm, görən mən bunu halal qazanmışam, haram qazanmışam, görən mən bu pulu hardan qazandım, görən mən bu 5 manat qazandığımdan 1 manat kiməsə ehsan eylədim, yoxsa yox, ancaq Allah səhərdən axşama qədər sənə ehsan əta edir.